O kadar iğrenç insanlar var ki bu sosyal şəbəkələrdə. Məncə işin ən iğrenç tərəfi odur ki, biz o iğrenç insanları dəstəkləyirik. Düşünərsiniz ki, mən məsəl üçün X bir adam iğrencdir. Götürüb ona şərh yazmısan. Sən iğrencsən. Mən onu dəstəkləmədim ki. Mən ona yazdım ki, sən iğrencsən. Sən onu dəstəklədin əzizim. Herkese möhtəşəm Natamam podkastdan salamlar. Xoş gördük hər birinizi dəyərli Natamam podkast dinləyiciləri və dəyərli Natamam podkast izləyiciləri. Necəsiz? Biz yaxşıyıq. Siz necəsiz? Zaten yani. Sən zaten onlardan soruşdun. Onlardan soruşdum. Yazın. Alta uje hiçbir şey yazmırsınız. Uje ama de. Yoxdur, yazırlar. Yazırlar. Ha. Hə, ya Türkçe ilişirlər, Türkçe sözlər, ya da Rusça sözlər. Yəni yazırlar, yazsınlar, eyb yoxdur. İndi yazın necə olduğunuzu yazın. Sən əlində mənim kameramda görsən. Bizim üçün önəmlidir, bizim üçün çox vacibdir. Dostlar, biz hal-hazırda 11-ci epizodla qarşınızdayıq və çox vaxt uzatmayacağıq, başlayacağıq. Çox maraqlı mövzumuz var. Mən də bilmirəm mövzunun nə olduğunu. Mən də bilmirəm, indi deyəcəklər bizə. Və biz Yəni yolda gələndə ChatGPT ilə. ChatGPT ilə söhbət edirdik. Biz gedək ChatGPT gəlsin. Biz də nəysə danışa bilmədik dostlar. Kanalımıza abunə olun. Öz fikirlərinizi şərhdə yazın. Bizə iyanə eləmək istəsəz Patreon və yaxud da Ko-fi saytından iyanə eləyə bilərsiniz. Linklər açıqlama qismində var. Bizim yaratdığımız hazır bir sayt var. Həmin saytın daxilində bizim bütün linklərimiz var. Oradan tanış ola bilərsiniz həmin linklərlə. Və biz başlayırıq. Bugünkü epizodumuzun mövzusu təsdiqlənmə asıllığıdır. Nə? Öz belə deyək də dəyərimizi başqalarının rəyinə necə bağladığımızı müzakirə eləmək istəyirik sizinlə bərabər və hardasa 3 bənddən ibarət bir mövzu müzakirə eləyəcəyik sizinlə. Bu arada xanımla olan videomuza böyük maraq göstərmisiniz. Təşəkkür edirik. Kimi, çünki xanım gələrkən öz gözəl enerjisini də gətirir və necə olursa onun videoları həmişə tutur yəni. Xanımı tez-tez görmək istəyirsinizsə bizim podkastlarda yazın onu. Və tanıyırsınız da ki, çox adam, o qədər geri dönüşlər olur ki Instagramdan. Sual vermişdi ki, kimdir bu xanım deyir. Bunu Facebookda status yazanda görmüşük. Xanım aktiv istifadə edir axı Facebooku. Tanıyırlar Orada ümumiyyətlə. statuslar yazır, şərhlər yazır. Bizim belə tanınmış. Xanım Əliyeva sosial fəaldır, belə deyək. Həm də öz işi var, işlə məşğuldur. Kitabı da yeni nəşr olunmuşdu. Tanıyırsınız zaten. Bəli. Mövzumuza keçməmişdən qabaq bir şey demək istəyirəm. Dostlar, mənim gözüm zəif görür. Bunu sadəcə deyim biləsiniz. Son zamanlar bu sözü mən çox eşidirəm. Sən gözün zəif görürmü? Yoxsa eynəyi bəzək üçünmü taxırsan? Mənim gözüm həqiqətən də zəif görür. Ona görə də bəzi sözləri, bəzi yazıları eynəksiz görməyə bilərəm. Məsələn, bu dəqiqə özümü kamerada görmürəm. Məsələn, bir şey deyim. Bəzən həqiqətən də bəzi şeyləri görməmək daha yaxşıdır. Yəni o zaman askımı çıxardıram, yəni, rahat olur. Ona görə də istədim bu suala da bir dəfəlik son qoyaq deyə. Bəli, mənim gözlərim zəif görür. Mən sənə bir şey deyim, ümumiyyətlə, məncə psixologiyada da bu var. Bilməm, siz də fark etmişsiniz yoxsa yox. Bir kepka taxanda ya da başa bir aksesuar taxanda ya da günəş aşkisi olsun ya da belə göz aşkisi olsun. Nəsə bir şeylər sənin üzərində olanda, üzündə ya bu baş hissəndə olanda. Hələ ki daha bir rahat olur insan. Məncə bunu insanlar özlərində bir analiz eləsinlər. Belə bir şey var həqiqətən də. Məsəl üçün komplekslisənsə, kompleksin biraz aşağı düşür hansı yerlərdə. Eynəyə də mi aiddir o? Hə. Mən əslində heç istəməzdim eynək taxım. Sadəcə məcbur oldum. Amma yavaş-yavaş öyrəşirəm eynəyə. Hətta olmayanda axtarıram. Belə başlayaq. Sənə belə bir sual verəcəm. Sonuncu dəfə. Bax. Ümumi. Bu nə bilim, neçə ildəmi, neçə aydanmı fərq eləmir. Ən son sonuncu dəfə bir işə görə kimdənsə bu əla alınıb sözünü eşitmək üçün nə qədər gözləməli olmusan? Bax, bir iş görmüsən,
və o işin yaxşı alındığı haqqında və əla alındığı haqqında nə qədər vaxt gözləmisən ki, bunu sənə kimsə desin? Bir şey deyim, deməli çox gözəl sualdır. Yəni heç vaxt mən bu sualı gözləməzdim verilsin. Çünki belə bir yaralı olduğum yerlərdən birisidir. Normalda mən insanlıq üçün çalışan birisiyəm. Bacardığım qədər əlimdən gəldi. Bu bilmirəm mənə bir elbə ki doğuşdan bir şey kimi verilib ya içimdə vicdanımı sustura bilmədiyim üçünmü nə şey deyil amma hani bunu deyim gözə girim, bunu deyim mən sevsinəm. Bu da ya əsla mənim heç vecimə deyil, sevildim, sevilmədim falan. Heç kəs onsuz da yaxşı insana gəlib təşəkkür eləmir. Bu da sənə cavab toxusun. Verdin də. Hə, yaxşı insana heç vaxt demirlər ki, çox sağ ol, təşəkkür. Amma sən bir damcı pislik eləyən kimi direkt görürlər və sənin üstünə gəlirlər. Elədir. Amma həqiqətən də yəni onu demək istəyirəm ki, normalda yaxşılıq eləməyə çalışan birisiyəm. İstəyirəm ki, insanlıq üçün nəsə bir addım atım, insanlıq üçün addım atım özü. İnsanlığın şəfası üçün, ya nə bilim, birinə bir işdə kömək eləyirəm, birinə bir işi öyrədirəm, birinə pul qazanmasına vasitəçi oluram öz işimlə də bağlı və ya öz işimdə gələn tələbələrimə, müştərilərimə sağlıq açısından necə deyim, yol açıram, şəfa olmağa çalışıram. Əgər iş yerindəyəmsə, yəni öz onlayn dərslərimdə, öz işlərimdə özümə bələdçiyəm, özümün patronu, özümün işçisi, özümün sağ ol deyəni və özümün şərhçisi, kritik eləyəniyəm, tənqidçisiyəm. Amma müdiriyyət olan bir yerdə işləyəndə də istəyirəm ki, yəni orada xeyir verim. Onlar da məni bu xeyrimə görə dəstəkləsinlər. Təşəkkür eləməsələr belə ən azından yəni mənfi də bir şey olmasın, amma mən son illər sən dedin. Fərqi yoxdur. Genəldə ən son nə vaxt eşitmisən? Bir elədiyim bir işə görə sadəcə mənə təşəkkür eləyən, bu da təşəkkür də daxildir də yəqin ki. Bəli. Mənə təşəkkür eləyən, amma içdən təşəkkür, hansı ki Natəvan xanım sizin sayənizdə. Natəvan xanım yaxşı ki varsınız. Ya da ki yaxşı, çox sağ ol ki sən bunu elədin deyən müştərilərim olub, tələbələrim olub, işlə bağlı. Bu sənə yaxşı hiss elətdirirsən. Çox. Çünki o qədər səmimiyyəti bilirəm. Çünki bizə niyə? O insanın alacaq verəcəyi yoxdur. O insan pulunu verir və dərslərə gəlir. Yenə pulunu verir, yenə dərslərinə gəlir. Başa düşdün? Və o bilir də ki, mən ondan yarı pul alıram. Ya da ki, onlayn dərslərdəyəmsə, bütün pul alsam bile fərqi yoxdur da. O mənə verir, mən alıram. Amma o artıq o birisi səfər deyirsə ki, Natəvan xanım haqqın, yəni halal olsun da sizə, bunu mən verirəm. Hətta onlar bəzən çox vaxt bayramlarda falan da sağ olsunlar. Yəni heç bayram olmayanda belə nəsə bir dəyərli hədiyyə ilə zadla ki, sizin əməyiniz bizim üzərimizdə çoxdur. Yəni bizim nazımızı çəkirsiniz, bizim şəfa göstərirsiniz, hansı ki bizim sağlamlığımıza. Yəni həqiqətən Elman biraz sağlıq sektoru biraz elədi, həqiqətən həkimlər də bunu bilərlər çoxsu. Sən sayılırsan da sağlıq sektoru. Hə. Bir də mən həm də müəllimlik də bilirsən müqəddəsdir, birinə bir şeyi öyrətmək. Bizə gəlirlər yanımıza, biz onlara hərəkətləri öyrədirik, amma bunun texnikasını da öyrədirik. Hani gəldin, bugün elədin, çıxdın, getdin deyil. Bu hər dəfə gəlir bir ingilis dilini öyrənmək, bir dil öyrənmək kimi, bir ya da nəsə bacarıq öyrənmək kimi, hobi edinmək kimi bunu da öyrədirsən. Yəni sözümün məğzi nədir? Mən sadəcə tələbələrimlə geri dönüş görmüşəm. Mən təbii ki, dilə gələndə, şeyə gələndə müdiriyyət də deyir ki, yox Natan, biz səni bilirik zat, amma bilsən necə bəzi şeylər olur ki, nüanslar olur ki, sən orada dəyər görmədiyi görürsən. Dəyər görmək düzgün söz deyil. Sən zaten dəyərlisən. Bəli. Sadəcə dəyəri göstərməyəndə sənə, dəyəri bildirməyəndə təkrar ya da alçaldanda falan sən o şey olursan. Bilirsən ki, məni qoyduğunuz, məni qiymətləndirdiğiniz yer haradır? Bu plus ətrafımdakı arkadaşlar ya da nə bilim də dostlar ya da nə bilim hər bir ilişkidə mən görmədim. Təbii ki, həyatımdan çıxan, sonradan qayıdan insanlar həmişə deyiblər ki, heç kəs sənin kimi deyildi, amma bu bilirsiniz də biraz toksik bir söz. Yəni heç kimsə senin gibi deyildinin mənasıdır, amma təbii ki, indi biz biraz özümüzə şey olsun belə acıyır deyə içimiz deyirik. Bilmədiniz nədir də? İndi səhv də başa düşəcəklər. Yəni aptal, enayi.
Türklər deyirlər. Girin indi enayi. Veçni deyirsiniz ki, mən Türk veçni. Veçni mən deyirsiniz ki, Türkçədən. Və mən necə sözlərim başlasam, o həmişə bipliyir. Hayır, zarafat eləm. Yəni həqiqətən də biz enayi sözün şey deyirik ki, hani bizi qoyduqları yer, amma genel olaraq biz də bilirik ki, təbii ki, bizim kimi birisini tapa bilmədikləri üçün təkrar ondan da sən çıxardırsan ki, hə, mən bu insan həyatında dəyərli olmuşam. Sadəcə tarazlığı pozanda o alma vermə dəngəsi pozulur. Mən yenə spiritualizmə girməyim. Sənin verdiyin sözə cavabım sadəcə işimdə və sadəcə konfliktdə olduğum tələbə ilə. Bilmirəm, mən də düşünürəm ki, İlman səbəb nədir, amma sən birinci özündə sualın cavabını ver. Sonra da biz bunun səbəbini oluşduruq. Çox təşəkkür edirəm geniş cavaba görə. Bilindi ki, ürəyi doludur. Mən ona görə deyirəm ki, mən heç amma məsələn bir dənə söz deyim, ən gözəl təşəkkürü sən alırsan öz tələbələrindən. Ümumiyyətlə bir müəllimə üçün, müəllim üçün, ümumiyyətlə fərqi yoxdur bir sağlıq sektorunda fərq eləmir. Tələbəndən təşəkkür almaq mən deyərdim ki, dünyadakı bütün təşəkkürlərdən üstündür. Mütləq. Və hətta aldığın puldan belə. Bəli, ən gözəlidir. Sən onu almısan. Çünki müdiriyyət səni premiya olaraq nəsə dəstəkləyər, yəni, vəzifə olaraq dəstəkləyər. Bunlar da normal bir şeydir. Normaldır, amma bəzən mənəvi mənim üçün çox önəmlidir. Buna sözə ehtiyac olur. Aynen, çünki mənə görə elə həm də suala özüm də cavab vermiş olum. Mənə görə sözlə deyilən təşəkkür, sözlə bir şeyin əla alınmasını sənə bildirirlərsə, bu real bir şeydir. Yəni real əla alınıbdır, realdır bu, doğrudur. Maddi olaraq sənə edilən təşəkkür çox vaxtı belə olur da, yəni adam işini görüb, pis, yaxşı, əziyyət çəkib, bu ona təşəkkür kimi verilməlidir. Okey, verilməlidir, zaten verilməlidir. Amma o birinci dediyim sözlə deyilən təşəkkür və sözlə edilən təşəkkür maddi təşəkkürdən qat-qat üstündür. O ki, qaldı mənim bu suala cavabıma. Mən çox alıram bu təşəkkür, əla alınıbı. Çox alıram. Düzgün yerdə. Və buradan, bəli, və o edilən təşəkkürlərin də saxta olduğunu düşünmürəm. Buradan elə başda müdürüm Səxavət və Oral bəyə təşəkkür edirəm. Yəni gerçəkdən onların o təşəkkürləri mənə motivasiya verir. Mən hiss edirəm ki, mən boş iş görmürəm. Mən hiss edirəm ki, mən boşuna çabalamıram. Boşuna əziyyət çəkmirəm. Vaxtım gedir. İnan, onların o təşəkkürlərinə görə, onların o əla alınıblarına görə mən o vaxtı elə gözəl xərcləyirəm ki, çox xoşuma gəlir və çox həvəslə görürəm o işi. Ona görə də mən çox tez alıram bu əla alınıb təşəkkürləri. İkinci hissəsinə biz qısa aradan sonra davam edəcəyik. Və davam edirik dostlar. Mən Elman bununla da bağlı bir şey deyəcəm. Deyir ki, məsəl üçün sən balığı məsəl üçün çölə buraxsan, ondan necə deyim, gəzməyi ya da orada quruda yaşamağı gözləyə bilməsən ya da bir quşun suda üzməyini gözləyə bilməsən və o üzmür deyə ona bacarıqsızsan, gücsüzsə, hə, dəyərini ondan ölçə bilməsən. Çünki onun doğası o deyil. Sənin nə deyirlər? Habitat deyə bir söz var, çox xoşuma gəlir. Eşitmisən o sözü? Türklərdə də var. Habitat şeydir, öz doğal ortamın. Yəni sən o ortamda artıq var olmusan. Habitat çox xoşuma gəlir sözü. Məncə hansı sözdən götürülüb? Sən orada artıq enerjiləri düzgün frekansdasınız. Hamınız o enerjinin altındasınız ki, sənin etdiyi müdür görür, alır. Müdürün necə deyim, verdiyində sən götürə bilirsən. Yəni alma vermə dəngəsi çox gözəl qurulub. Sən görülürsən orada, amma siz çox əziyyət çəkirsinizsə, dəyəriniz görülmürsə, pulyoz üstünə, hani səni öpüb başlarına qoyacaqları yerdə, səni biraz da əzəcək başqa bir mövzular tapırlarsa, ümumiyyətlə sən əzilirsənsə, orada agresiya göstərirsənsə, günü-gündən solursansa, demək sən özünü suçlama. Sən işində çox yaxşısan. Sadəcə görünmürsən. Demək ki, sənin enerjin ora uyğun deyil. Gedirsən, demək ki, sən hani
Quşsan, uça bilirsən, qanadların var, amma sən sudasan. Sən sudasan və səndən onlar üzməyi gözləyəcəklər ya da ki, bacarmırsan zat deyəcəklər, bu deyil. Sadəcə sən öz təbiətində deyilsən, habitatında deyilsən. Buna görə də sadəcə dəyərinizin bilindiyi yerdə qalın. Fərqi yoxdur sizə o yer çox maaş da versə, manipulyasiyaya uğradıb səni orada saxlamağa da çalışsa, əsla orada qalma. Bax, bunu mən deyirəm, çünki mən də bunu yaşamışam. Bu qədər. Təşəkkür edirəm. Bu arada yəqin ki, başa düşdünüz. Biz təsdiqlənməkdən danışırıq, təsdiqdən danışırıq və təsdiqin bir neçə növü var. O növlərdən danışmaq istəyirik. Elə bu hissəmizdə biz rəqəmsal təsdiqdən danışmaq istəyirəm səninlə Nativan. Yəni rəqəmsal təsdiq nədir? Məsələn, sosial şəbəkələrdəki bəyənmələr, onların o sayının bizim əhvalımıza təsiri ki, birbaşa təsiri, bundan danışa bilərik. Məsəl üçün rəqəmsal təsdiqdən danışanda və belə bir sual çıxarda bilərik ortaya ki, niyə kənardan gələn reaksiya olmadan özümüzü kifayət qədər yaxşı hiss etmirik? Məsəl üçün fikir ver, buna bir misal çəkmək olar da. Məsəl üçün TikTokda və yaxud da Instagramda və yaxud da hansısa bir sosial şəbəkədə nəyisə paylaşırsan və o paylaşımına gələn reaksiya sayı az olanda, like sayı az olanda bu sənin əhvalına mənfi təsir edir. Amma çox like gələndə, çox baxış olanda, çox paylaşım olanda bu sənin əhvalına müsbət təsir edir. Bax, bu da bizim təsdiqlənməyimizin bir göstəricisidir, bir nişanıdır. Olmazmı ki, məsəl üçün biz sosial şəbəkədə nəyisə paylaşanda onu düşünmədən edəyək, təsdiqlənməyimizi gözləmədən edəyək. Bu bizə nə kimi bir maneçilik törədir? Niyə biz bunu eləyirik və güdürük ki, bizi təsdiqləsinlər, bizim əhvalımız yaxşı olsun? Sualım, təsdiqlənməsək sosial şəbəkələrdə və yaxud da digital ortamda bizim əhvalımız yaxşı ola bilməzmi? Məsələn, bura şey də aiddir, filmlər də aiddir. Hansısa bir production bir film çəkir, onu hansısa bir rəqəmsal platformada yerləşdirir və yaxud da kinoteatrlara verir, kassa gətirmir və məyus olur, təsdiqlənmir. Belə deyim də, əgər sən bunu iş anlamında edirsənsə, rəqəmlərin çox önəmi var. Çox önəmi var. Çünki sən kütləyə oynamalısan. Yəni sən deyirsənsə ki, məsəl üçün, mən məsəl üçün elə deyirdim. Onu başa düşdüm. Əhvalıma nə dərəcədə təsir edir o? Mən məsələn elə deyirdim ki, YouTube-da elə belə özüm üçün çəkirəm vloqlar falan. Bəzən çox izlərdi, bəzən az da heç vecmi deyil. Çünki deyirdim ki, mən özüm üçün xatirə anı birikdirirəm, prosta elə belə. Amma biz bu verilişdə artıq statistikaya baxırıq, artıq rəqəmlərin gücü və mənim şəxsən olur Elmanla da bu şeydən tartışırıq eləyirik ki, daha nə eləyə bilərik, daha necə maraqlı ola bilər falan. Bizim əhvalımıza da təsir eləyir. Bizim çünki biz buna iş anlamında baxırıq. Amma sən indi başa düşdün sən. Başa düşdün, amma sən bugün oturmuşsansa özün üçün prosta dalıyor gözlərin. Mahnı çəkirsən, qoyursan video. Bizim ağzımıza düşüb bu mahnı. Ağzımıza düşüb. Neyse. Bu zarafat eləməyəcəm. Yəni elə bir video çəkirsənsə və baxırsansa ki, insanlar izlədi, keyfim yaxşıdır, əladır, mən yenə buradan davam. Yenə də deyirəm, əgər iş anlamında eləmirsənsə, vecvə də olmamalıdır. Çünki yəni kim bəyənir, kimlər baxdı, onlar zaten baxacaq. Bəzən Elman elə şey olur ki, paylaşıram, bu mənim hansısa bir uğurumdur da, başa düşdün. Baxıram ki, uğurlarına like qoyduğum ya da nə bilim təkrar paylaşdığım insanlar falan sıfırda, amma səssiz. Amma bir dənə belə mənasız gülməli video paylaşıram. Ya gülücü atırlar, ya ürək atırlar. Adama biraz toxunur. Hani bu mənim işimdirmi? Yox, işim deyil. Amma mənə biraz belə şey oluram. Biraz təsirlənib. Sən də təsirlənərsən də. Hani deyirəm ki, Allah Allah. Sən qısqandın mı? Yoxsa başa mı düşmədin mənim oradakı uğurumu? Yoxsa ki utandın mı? Mesela mənim bir dənə tanışım var idi. Mənim kişi idi. Yaşını başına almış bir kişi idi və
dəyərli insan idi. O deyirdi ki, Natavan deyirsən video idman videosu falan paylaşanda çox xoşuma gəlir. Amma like atmıram ki, sən səhv başa düşərsən dedi. Yəni ümumiyyətlə səhv başa düşürlər də deyir. Mən ailəli adamam falan. Yəni başa düşürsən ki, o yəni mədəni insandır, sadəcə yəni elə bir şey də ola bilər. Amma təbii ki, orada mən baxıram da indi kim elədi, kim elədi. Yəni prosta deyirəm ki, hani cahillə tartışılmaz. Yəni cahilliklərinə verirəm. Təsirə biraz düşürəm. Amma deyiləm hani paylaşdım, ay bütün günü nə heç umurumda deyil. Sadəcə mən də gələn səfər onu bəyənmirəm, olur bitir. Mən bu suala cavab verməli olsam, bəli. Məsələ belədir. Biz bəzən yanlış insanları o like'larla, o şərhlərlə dəstəkləyirik. Buna görə də bizim kimi iş görən insanlar o like'ları, o dəstəkləri görməyəndə bu bizim əhvalımıza təsir edir. O qədər sosial şəbəkələrdə, o qədər o like'ları, o kommentləri, o paylaşımları haqq etməyən insanlar var ki, o qədər iyrənc insanlar var ki bu sosial şəbəkələrdə və məncə işin ən iyrənc tərəfi odur ki, biz o iyrənc insanları dəstəkləyirik. Düşünərsiniz ki, mən məsəl üçün X bir adam iyrəncdir. Götürüb ona şərh yazmısan ki, sən iyrəncsən. Mən onu dəstəkləmədim ki. Mən ona yazdım ki, sən iyrəncsən. Sən onu dəstəklədin əzizim. Sən yazdın, dalınca sənin yazıb biri gördü, yazdı ki, sən pis gündəsən. Bu da gedir. Biri yazdı pis gündə səni gördü, başqa şey yazdı. Bax belə siz o insanı dəstəkləmiş olursunuz. Bu buradan bir mesaj idi. Mesaj verdim sizə. Bunu yadda saxlayın. İkincisi və təbii ki təsir eləyəcək. Biz bu cür şeyləri görəndən sonra, özümüzə gələn reaksiyanı görəndən sonra, bəli bu bizə təsir eləyir. Biz düşünürük ki, aha, okey. Bax X kişisinə, iyrəncə. Bunlara bax. Gör nə gündədir. Ölür ayaq üstə bax. Amma ona gələn like'lara baxırsan, ona gələn şərhlərə baxırsan və sonra özünə gələn reaksiyalara baxırsan, bəli. Və Natavan dedi, indi məndə bir qapı açıldı. Düz vurğuladın ki, mən heç məsələn onu heç ağıl eləməmişdim dünəndən bu mövzunu hazırlayanda. Buna bir iş kimi yanaşanda bəli bu bizim həyatımıza təsir edir. Amma qeyri-iş kimi bununla məşğul olduqda bu bizə elə də təsir eləmir. Yəni bunu belə düşünün. İş deyirsiniz, sizə maaş vermirlər. Bu sizin motivasiyanıza təsir eləyir. Verməlidirlər, amma vermirlər. Bu sizin motivasiyanıza təsir eləyir. Amma bir də var, volontyor kimi bir iş görəndə, yəni sənin oradan böyük bir şey gözləməyin mümkün deyil. Çünki sən bilirsən ki bu işə sən bir volontyor kimi gəlmişsən. Sənin buradan bir gözləntin olmamalıdır. Bu başqa məsələdir. Yəni mən belə izah elədim. Rəsmi işdə işləyirsən, maaşını almalısan. Volontyor kimi işləyirsənsə, adətən elə yerlərdə maaş olmur, hansısa bir motivasiya edici. Könüllü kimi. Başqa bir şeylər olur. Yəni nəsə bir motivasiya edici bir şeylər olur. Və sən oraya gedəndə bunu bilib gedirsən. Çox maraqlı cavab verdim bu arada. Çox xoşum gəldi. Yəni çox sağ ol, çox təşəkkür edirəm. Həqiqətən o qapını həqiqətən də açdın. Və bu arada hələ Natavan belə yuxuludur belə danışır. Görün, bugün biraz yorğunam. Görün oyaq olsa nələr danışar. Bir də bayaq də dedim, birincidə dediyin kimi, məsəl üçün bu kvant fizikasında, bu kvant qanunlarında da belədir, yəni spiritualizmdə də belədir. Əgər kiməsə ümumiyyətlə kim bəstəyirsənsə, onu ora enerji çalışdırırsan. Bu insan xeyrinə olur, bilirsiniz. Ona görə qarğış eləməyin. Ona görə ay bu belədir, onu görüm lənət olsun zat falan. Yox. Sadəcə mənə bu niyə qarşıma çıxdı, mənim niyə başıma gəlib deyib, oradan bir dərsi alırsan, çıxırsan. Yəni sən bayaq dediyin o şey düz şeydi, yaxşıydı. Dedin ki, enerji sərf eləməyiniz sizin daha doğrusu ora nəsə pis rəylər ya pis niyyətlər bəsləməyiniz sizin enerjinizdən çalır. Elədir ki, var yəni. Niyə enerji
enerji o qədər dəyərli bir şey. Bax Elman, pul dəyərlidir. Bəli. Zamanda dəyərlidir. Bəli. Amma məncə zamandan ən dəyərli olan bir şey də enerjidir. O qədər önəmlidir ki, bax gün boyu sən heç bir şey eləmə. Heç bir şey eləmə. Dinən ki, mən uzanmışam divanda dincəlirəm. Mikrofon. Uzanmışam divanda dincəlirəm. Amma beynindən nə qədər fikirlər keçsin. Bu necə olacaq? Sabaha belə eləmə, ona belə eləmə. Heç nə eləməsən görürsən ki, ölmüsən day. Bax yorğunluqdan sonra da deyirsən, istəyirdin. sonra da şey deyəcəksən. Mən heç bir şey eləmədim axı. Mən niyə bu qədər yorulmuşam? Ya hə, bax yəni ona görə də ancaq yaxşı düşünün. Biz davam edirik. Və indi daxili səs və xarici səsdən danışmaq istəyirəm. Bu bizim mövzumuzun toxunacağımız ikinci hissəsidir. Bir işi həqiqətən özümüz istədiyimiz üçün edirik, yoxsa cəmiyyətin halaldır deməsi üçün edirik. Bax bunu istəyərəm səninlə bir qısa müzakirə eləyək. Bir iş dediyin nədir, sənətdir yoxsa? Bax, biz bu dəqiqə podkast çəkirik. Düzdür? Biz bu podkastı niyə çəkirik? Nasıl bu sualı mən də özümüz üçün çəkirik. Yox, yəni bizim gözləntimiz nədir? Gözləntimiz insanların biraz da dərin düşünməsi, ya da ki bizim açdığımız o qapılar var, hansı ki sözünüz məsəl üçün ta ki oturanda heç belə düşünməmişəm demək. Podkastdan getmir. Genel olaraq da yəni. Məsələn, sən gördüyün iş, mənim gördüyüm iş. Biz bunu nə üçün eləyirik? Hə, mən həmişə demişəm ki, ümumiyyətlə mən öz tələbələr, balaca uşaq tələbələrim, belə deyim, 16-17 yaşında tələbələrə həmişə deyirəm ki, iş seçərkən həmişə iki şeyi düşün. Bir, çox pulum olsaydı, əsla pula ehtiyacım olmasaydı hansı işi görərdim? Hı-hı. 2, budilnikim nə vaxtsa çalsa və məni oyatsa, of, yenə də işə gedirəm deməyəcəyin hansı iş olursa, o iş sənin əsl peşan olacaq. Bu iki şeyə fikir ver. O an ağlıma gələcək olan hansı işdir? Çünki məndə belədir. Məndə həmişə belə olub. Çox yerdə işləmişəm, amma son işdə düşündüm ki, yəni mən pula görə deyil də, yəni sadəcə pula görə deyil. Çünki mən bunu belə bir-iki dənə dərslə də mən bu pulumu qazanıram. Amma mən daha çox eləyirəmsə sadəcə insanların yararına olsun deyə, həm də ki özüm də bir gelişdirim, praktika eləyim deyə. Plus da ki, məsələn, hər səhər o günə başlayanda ayda bizmi, yenə də başlayır, yenə bunu deməyəcəm, bir iş seçmişəm. Əgər, yəni, sual neydi, sualı unutdum. Biz bir işi görəndə özümüz üçün eləyirik, yoxsa kimsə bizə halaldır deməsi üçün eləyirik? Məncə insanların sənət seçimində halaldır deməsi üçün deyil, insanların sənət, yəni gördükləri peşəni. Mən deyəndə sən başa düşəcəksən. Doğrudan. Gördükləri məncə peşəni ya pul qazanmaq üçün, ya əllərindən gələn odur deyə, ya da hani bəziləri var ki, sevərək görür. Yenə deyirəm, əllərindən gələn odur deyə falandır deyə. Amma məsəl üçün hansısa bir addım atmaqlar ki, buna evlilik də daxildir, bunu uşaq dünyaya gətirmək də daxildir. Buna nə bilim, buna bir şey alım verim, ya da kasıba pul, yəni çox şeyi insanlara görə eləyirlər, ya da toy eləyim, ya da insanlar nə deyər falan. Bax, çoxumuz deyirik ki, əşi, millət heç önəmli deyil, insanlar önəmli deyil, mən nə istəyirəmsə eləyirəm, amma inanın ki, o Instagramda izlədiyiniz influencerların belə çox, necə deyim, vecinəsiz. Çünki hər addımı sizin nə deyər, necə olar deyə şey eləyirlər. Çox vaxt da paylaşımlar eləyirlər ki, niyə görə influencerlardan gətirdim? Çünki hani cəmiyyətin görünən üzləri odular ya, onlardılar ya, ona görə. Amma inanın ki, hər kəsin vecinədir. Nə qədər belə cool takılsalar da, yəni. Mən belə, məsəl üçün, burada hal-hazırda, düzü mən vecsiz insanam, amma mən belə danışığıma, yəni bilirəm ki, türk sözlərini istifadə elədiyimə görə qınanıram. Ona görə də bacardığım qədər çərçivədə, yəni bacardığım qədər şey eləmək, amma budur. Mənim cavabım budur. Montajlarda çərçivədən də çıxırsan amma. Ola bilər. Əziyyət verirsən mənə. Bu da mənim iç şikayətimi çıxartdım. Spasiba. Mən bu suala cavab vermək istəyirəm. Bax, deməli, məncə, mənə görə, yəni Elmana görə burada insanlar iki hissəyə bölünürlər. Həqiqətən də o halaldığını, o tərifi eşitmək istəyən insanlar. İkinci isə o tərifin önəmini, belə deyək, önəmsəməyən insanlar. Belədir. İndi
bu suala tam olaraq cavab versək ki, biz bir işi görəndə özümüz üçün eləyirik, yoxsa kimdənsə halaldır, əla eləmirsən, yaxşı eləmirsən eşitmək üçün eləyirik. Biz burada özümüzü hansısa bir kateqoriyanın içinə daxil eləməliyik. Bax, sənə belə bir sual verim. Səncə sən biz bu podkastı niyə eləyirik sualına nə cavab verərsən? Bayaq dedim. Biz bu podkastı niyə eləyirik? Qısa cavab ver. Bayaq dedim əslində sən. Biz bunu halallığı üçün eləyirik, yoxsa özümüz üçün eləyirik? Nə üçün? Birinci nədir? Kimdənsə halaldır, eşitmək üçün eləyirik, yoxsa özümüz üçün eləyirik? Cavab ver. Mən özlüyümdə cavab versəm. Özünün cavabı. Natavanın cavabı. Sən amma qoyduğun variantlar o deyil axı. Məsəl üçün bax, özümüz üçün eləyirik, yoxsa cəmaət bizə baxsın deyə mi eləyirik? İkisi də deyil. İnsanlar, mən şəxsən özlüyümdə insanlar biraz kamilləşsin. Maariflənsin, kamilləşsin deyə. Məncə 3 variant çıxır. Yəni maarifləndirmək də şeyə aiddir da. Yəni biz bunu eləyirik ki, kimsə bizə baxsın. Baxmasa maariflənə bilməz. Amma kimsə bizə baxsın deyərək biz burada dəngüllük də eləyə bilərik. Okey. Yəni indi bu maarifləndirməyə tamam. Bunu belə düz. Yəni başqası üçün eləyirsən. Başqası üçün eləyirəm. Bayaq dedim axı, YouTube videoları, məsələn, vloqlarımı özüm üçün çəkirdim, qəbul eləyirəm. Amma bu maarifləndirmə. Əslində özüm üçün çəkirdim deyəndə də deyirlər ki, adam arşivlə heç kəs görməsin. Onu da belə cəmiyyətə sunduğun hər şey cəmiyyət üçündür. Əslində mən də o tərəfdəyəm. Alınmadı. Mən istəyirdim birimiz belə, birimiz belə deyək. Yəni amma biz məsəl üçün birimiz olsaydıq ki, mən özüm üçün eləyirəm. Məsəl üçün. Yəni mənə maraqlı deyil, mənə oradan kim nə yazır, mənə oradan nə gəlir. Sözümün canı nədir? Burada bizə çox maraqlıdır amma Elman, çox maraqlıdır. Önəmlidir, çünki çox önəmlidir. Ki nə danışdıq, nə oldu, kimdə nə qədər olduq. Bəli. O bizim üçün çox önəmlidir. Çünki buna biz bir iş kimi yanaşırıq. Biz buna əyləncə kimi yanaşmırıq. Yenə də bayaq dediyimiz kimi əslində buna gəlirik də. Əgər sənət üzrə gedirsənsə, yəni bu peşədirsə, amma mən demişdim ki, pul qazandığın bir yerdirsə, nəsə elə bir şeydən danışmırsan. Bu bizim məqsədimiz nədir? Bizim bir qayəmiz var ki, biz irəlidə bunu təbii ki, maddi belə deyək də, nətər deyək, maddi olaraq bir qazanc yerinə də çevirmək istəyirik. Mənim ətrafım da çox sual verir. Nəyə görə podkast çəkirsiniz? Əlbəttə istəyirik, amma yəni pul qazanırsınız. Bunu belə düşünün də, bir biznes qurmusunuz kimi düşünün. Amma insanlar da elə fikirləşirlər ki, sən bir şey eləyirsən, sən mütləq ondan nəsə qazanmalısan. İnsanlar da elə fikirləşir. Bu mənim ətrafım da elə. Əlbəttə ki, qazanmalısan. Amma o birdən-bir olmur da. Bir də çox vaxt şey olmur, hani pul da deyil axı. Yəni əgər bugün aktiv yorum varsa ya da ki bu aktiv izlənmə zat falan varsa biz bilirik ki, kimlərə sözümüz çatdı falan. Yəni, son zamanlarda aktivsiz. Çox xoşum gəlir, çox bəyənirəm. Şərhlər çoxalıb, paylaşımlar çoxalıb, bəyənmələr azdır. Baxmayaraq ki, baxış sayı bəyənməyə görə, baxış sayına görə bəyənmə sayı çox azdır. Digər sosial şəbəkələrdə superdir. Məsəl üçün TikTokdur, Instagramdır. Düzdür, TikTokda indi hal-hazırda bizim TikToku görürsüz aşağıda. Oradan da bizi izləyə bilərsiniz. Orada sayımız çox azdır. Canlı falan aça bilmirik. Amma gələcəkdə bir fikrim var. Kompüterlə falan birlikdə bizim podkastı yalnız bizim TikTok izləyicilərimiz eksklüziv olaraq YouTube'dan qabaq yerindəcə canlı görə biləcəklər. Bunu təşkil eləyəcəyik. Mən də bunu 2 dəfədir burada öyrənirəm. Bunu inşallah 3-cü sezonda tətbiq eləməyi düşünürəm. Yaxında sezon finalinə çıxırıq bu arada. Sentyabr ayında olmayacağıq. Bizim köhnə videolarımıza baxsınlar məncə. Amma sentyabr ayında sizi boş qoymayacağıq. Sentyabr ayında sizə qısa maraqlı videolar, shortslar, reelslər, TikTok videoları paylaşacağıq. Biz isə davam edirik. Və biz artıq sonlara yaxınlaşırıq. Deyim ki, Elman sonlara yaxınlarsın. Davam edirik Elman. Buyur, eşidirəm səni. Biz sonlara yaxınlaşmırıq, biz sondayıq artıq. Okey. Tamam, mən yenə də buradayım amma burada deyiləm. Yəni danışdığımız mövzunun 3-cü hissəsini danışmaq istəyirik. 3-cü hissə də odur ki, iş mühitindəki asılılıq. Yəni gördüyün bir işdə səndən bir üst biri varsa və yaxud da səndən paralel
Bu uşaq məni işdən qovdurmasa. Yox, estağfurullah, niyə ki? Yox, elə düşünmə. Yəni bu normaldır və burada biz nədən danışmaq istəyirik? Daha doğrusu nədən mən nə sual olaraq vermək istəyirəm? Rəhbərdən və ya iş yoldaşlarından davamlı tərif gözləmək bizim üçün nə dərəcədə düzgündür və bizi nə dərəcədə belə deyək də tükədir, bitirir və yaxud da qane eləyir? Abi, tərif gözləmirəm. Tərif gözləmirsən. Mən tərif gözləmirəm. Mən səndən gözləyirəm. Mən diqqət, anlayış, hörmət. Hani incəlik. Bizə necə? Dəymə mənə, dəyməyim sənə. Məsələn, mən işimi görürəm. Mən istəyirəm ki, sən mənə deyəsən ki, afərin Natavan. Hələ bunu premiyada göstərəcəksənsə nə gözəl. Çünki mənim bəzi işlədiyim yerlər olub ki, hər ayın işçisi seçilirdi. Bu çox gözəl motivasiya idi. Hər ayın işçisinə 50 manat əlavə pul verilirdi. İndi azdır, çoxdur, fərqi yoxdur. Amma bu edilirdi də, düzdür. 20 manat da olsa maraqlıdır. Bəli, və heç o da pul olmasa belə onun şəkli vurulurdu divara. Belə bir şey vardı. İlin tim lideri ki, bunu türklər təşkil. Mən türklərlə, yəni həqiqətən düzdür. Türklər nə deyirsinizsə deyin, amma iş mənasında, disiplin mənasında çox yaxşıdırlar. Onlar sistemi ilə qurmuşlar. Şəkillə ilin tim lideri, ayın tim lideri, ayın məsəl üçün operatoru, ayın nə bilim belə işçisi falan. Mən başqa şeydə işləyirdim. Neysə bunu sonra danışarım. Yox, operator həm də nəzarətçiyə də deyilir. Elman kamilləşir. Yox, ola bilər, çox adam onu deyirdi zaten. Sözüm nədir? Yəni mən bunları səndən istəmirəm. Mən elə bunları demirəm. Sadəcə mənə başqa mövzularda toleranslıq göstərməlisən. Mən çox mənasız bir şeylərə görə danlıq eşitməməliyəm. Mən çox mənasız şeylərdə necə deyim, bunu niyə eləmsən? Bu nəyə görə belə oldu? Ya da ki, bu sənin səhvindir falan. Bunlar olmamalıdır. Çünki işçi digər işçilərə görə artıq fərqlənməlidir. Yoxsa siz hamınız işçisiniz, siz hamınız servis işçilər. Elə deyil. Treynerin öz yeri var. Hani servis işçilərin öz yeri var. Başqa, yəni bu müxtəlifdir də, fərq yoxdur, siz başqa yerdə də işləsəz, hər kəsin öz yeri var və qoyulan dəyər çox önəmlidir. Sən mənə toleranslıq gör. Toleranslıq bilsən nədir? Yəni ki, yola verməlisən. Çünki mən sıradan bir işçi deyiləm. Sözün yaxşı mənasında. Çünki mən sıradan bir işçi deyiləm. Mən sənə müştəri gətirirəm. Mən sənin, necə deyim, satışı qəşəngləşdirirəm. Hani bir-iki nəfər gələcəksə, o bir-iki nəfəri o qədər qəşəng manipulyasiya eləyirəm ki, sözlərimlə ya da hər nə isə, işimlə ya da heç sözlərimlə niyə manipulyasiya eləyim ki? İşimlə də bunu göstərirəm və o bir-iki nəfər başqalarını da gətirir bura. Yəni mən işlədirəm bu fabriki. Yəni sən buna görə də mənə, yəni ona görə deyirəm, mənə lazım deyil, yoxsa ki, ay alqışlar, ay təriflər, ehtiyac yoxdur. Mən bayaq dedim axı, mən bunu müştərilərimdən də alıram zaten. Mən bunları tələbələrimdən də bu geri dönüşləri alıram. Mənə sadəcə lazım olan boş-boş mövzularda yer almamaqdır. Çox gözəl. Çox geniş, çox maraqlı cavab idi. Hadi top səndə. Alqışlayıram. Təşəkkür edirəm. Cavaba görə. Məncə ümumiyyətlə, əgər bir doğru belə deyək də bir insan ümumiyyətlə bir iş görəndə fərqi yoxdur, bu gördüyü iş nə işdir, o heç bir fərq eləmir də. Yəni adam bir iş görəndə, əgər o işdə bir belə deyək də o tərifi gözləyirsə, fərqi yoxdur rəhbərlikdən və yaxud da iş yoldaşından. Məncə orada biraz sağlam rəqabət, sağlam münasibət yoxdur deyə düşünürəm. Çünki bax, əgər bir insan davamlı olaraq, bu psixoloji də bir şeydir ya, yəni buna bir psixoloji də bir şey demək olar. Bir insan davamlı olaraq gördüyü işdən tərif gözləyirsə, onun yəni nə dərəcədə bu insanın fokusu işində olacaq? Başa düşdün? Yəni bu insan nə dərəcədə işinə fokuslu olacaq? O onu eləməyəcək. Məncə orada iş daha çox yola veriləcək. Yəni orada iş yola veriləcək ki, qoy buranı yola verim, oradan tərif eşidim. Eyb yoxdur, bu gördüyüm iş 5 gün dözsün, soram yoxa çıxsın, heç nə olmaz. Liş bu mən tərif eşidim. Tək ki mən tərif eşidim. Bu doğru yanaşma deyil və məncə bizim bu danışdığımız mövzumuzun məhz bu 3-cü bəndi, məhz bu 3-cü bəndində doğru olan odur ki, sən heç bir halda ona fokuslu olmamalısan. Sən işini elə görməlisən ki, sonda sənə təşəkkürü avtomatik özləri etsinlər. Bir neçə podkast bundan öncə sənin bir
çəkdiyim bir misal var idi. Çox gözəl misal idi. Onu mən ara sıra çox tez-tez istifadə edirəm. Belə bir misal çəkmişdim ki, deyir süpürgəçi yeri süpürəndə elə süpürməlidir ki, sonradan gəlib ona desinlər ki, buranı kim süpürür? Eynən, süpürgəçi belə olsan deyir, küçələri elə süpür ki, istər ki, buranı kim süpürür? Yes. Bax, bu üçüncü bəndin cavabı budur. Yəni çox qısa cavab verməli olsaq, üçüncü bəndin asıllıq, yəni ümumiyyətlə asıllıq heç bir halda yaxşı bir şey deyil. Nə ay mən burada çox pul qazanıram ya da mən pul qazanıram buna görə işləyim. Ya da ki ay mən tərif alacağam, məni popoxlayacaqlar, alqışlayacaqlar, buna görə işləyim. Yox. Sən nəyə görə sevinirsən? Sənə motivasiya verən nədir? Sənə bu işi gördürən o səbəb. Amma yenə də deyirəm, bu pul zat bağımlılıq deyil. Bu mənəvi içdən gələn rahatlıq olan şey. İndi çox adam deyəcək ki, mənə maddiyat ver. O deyil axı. Asıllıq yaratmamasından biz deyirik. Motivasiya verə bilər təbii ki, deyirsən ki, pul qazanam, nə yaxşı işimdə, demək ki, başarılıyam falan. Bu ayrı bir şeydir. Amma zəhləm gedir bu işimdən də. Amma nəysə pul qazanıram. Yox, pul yaxşı qazanım. Bunlar hamısı asılılıqlardır. Azad şəkildə, rahat şəkildə, rahat beyinlə, rahat ruhla, rahat şəkildə, rahat market şəbəkələri. Yəni gözəl şəkildə işinizi davam elətdirin. Yekunlaşdırırıq. Gəldiyimiz nəticə budur ki, belə görürük ki, bizim hamımız görünməz bir afərin, təşəkkür qəfəsinin içindəyik və oradan qurtulmağa can atırıq. İstisnalar var. İstisnalar var, təbii ki var, amma çoğunluq bunu təşkil edir. Yəni çox təəssüf. Belə olmaq doğru deyil, gəl ikimiz də razılaşaq. Biz yenə deyirəm, o sənin o süpürgəçi misalından yola çıxsaq, işimizi doğru görməliyik, işimizə fokuslu olmalıyıq. Psixoloji cəhətdən sağlam olmalıyıq. Çünki burada psixologiyanın da rolu çox önəmlidir. Deyə bilərsiniz ki, Elman bunu niyə dedi? Biz bunu sizə sezon finalında sürpriz olaraq təqdim edəcəyik. Bir sual da yaranır ortada. Belə bir sual yaranır ortada ki, bəs yaxşı, belə bir qəfəsdəyiksə, biz bu afərinə acıqsa, biz bu təşəkkürə acıqsa, insanlara münasibətlərdə necə insanları münasibətlərdə necə formalaşdırır? Biz bu təşəkkürə, bu qəfəsə qalmaq da, yəni bunun ümidinə qalmaq, bunun öhdəsinə qalmaq necə insanları formalaşdırır? Bunun üçün də heç nə yox. Cəmi bir həftə gözləyirsiniz. Növbəti epizodda biz məhz bunu danışacağıq. Bundan sonra top atırıq obraz verilişlərə. Görüşərik. Kanalımıza abunə olun, şərh yazın, videonu bəyənin. Özünüzə yaxşı baxın. Gələn görüşlərə dək. Hələlik.